Və sonuncu xəbərimiz Goranboy Olimpiya kompleksində 17-23 yaş aralığında olan şəhid övladları üçün gənclik düşərgəsi təşkil olunub. Düşərgə müddətində onlar üçün komanda quruculuğu mövzusunda interaktiv oyunlar təşkil edilib, təlimlər, startap anlayışı və təqdimat bacarıqları üzrə sessiyalar keçirilib. Komandalar tərəfindən hazırlanan layihələr münsiflər heyəti tərəfindən qiymətləndirilib və qaliblər mükafatlandırılıblar. Qeyd edək ki, layihə Yaşad Fondu, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Goranboy rayon icra hakimiyyətinin Asan Könüllüləri Təşkilatı, Enoland İnkubasiya və Akselerasiya Mərkəzinin, Bakı Psixologiya Mərkəzinin və Azərbaycan İnsan Resursları Assosiasiyasının dəstəyi ilə baş tutub. Məqsəd bizim şəhidlərimizin övladlarının bir araya gəlməsi, yeni texnoloji həlləri mənimsəməsi, yeni biliklərin qazanması, hansı ki o biliklər onların gələcək karyeralarında, onların dünya görüşünün formalaşmasına öz müsbət töhfəsini verəcək. Düşərgələrin hər biri yadda qalan olubdur. Maraqlı anlar, müxtəlif xatirələrimiz olub. Həmçinin intellektual marafonlarda da iştirak edib müəyyən yerlər tutmuşuq, hədiyyələr qazanmışıq. İdman oyunları və sair kimi tədbirlər çox yaxşı oldu, xoşuma gəldi. İnşallah ki, belə tədbirlər davamlı olar.